Salamlar hər kəsə. Hər birinizi yenidən kanalımda gördüyüm üçün çox şadam. Mənim İstanbula kiçik bir səfərim olmuşdu və həmin səfərdən əldə etdiyim bəzi məhsullar oldu. Şəxsi özüm üçün aldıqlarım oldu və bunları istəyirəm ki, bu videoda sizlərlə paylaşım. İlk öncə göstərmək istəyirəm qratisdən əldə etdiklərimi. Onu qeyd edim ki, qratisdə endirimlər var idi. Həqiqətən sırf böyük endirim kampaniyasının olduğu bir dönəmdə orada olmağım mənim üçün çox yaxşı oldu. Çünki mən oradan bütün məhsulları incələdim. Əslində əksər markalar çox da mənim istifadə etdiyim markalar deyildi. Bu səbəbdən cəmi Skin Minor Centella, bu Madagaskar Centella bu tərkibdə olan 2 dənə günəş kremi əldə etdim. Nə üçün 2 dənə aldım? Çünki bu kremi mən Bakıda 1-2 mağazaya baxmışdım və tapa bilməmişdim. Yox idi. Stok tükənmişdi və olsa belə bizdə qiymətlər hardasa 30-dan başlayır. Amma Türkiyədən mən bu 2 məhsulu hardasa bizim pulla götürsək, ikisinə səhv eləmirəmsə 40 neçə manat pul verdim və elə bil ki, biri 22 manata falan düşürdü. Məncə çox münasib qiymətədir. Ona görə də təbii ki, 2 dənə əldə etdim. Gətirə bilsəm daha çox alardım yəqin ki. Daha sonra Arkonem Avokado Besləyici Bakım kremi, avokado yağı tərkibli bir kremdir. Bunu hətta Türkiyədə olarkən əllərim çox qurumuşdu. Açdım, istifadə elədim. Həqiqətən də çox qəşəng bir kremdir. Bunu da çox ucuza almışdım, amma qiymətini indi təəssüflər olsun xatırlamıram. Bunlar gratisdən aldıqlarım idi. Daha sonra Watsons'dan cəmi bircə dənə, Watsons'ın kutusunu da belə göstərim sizə. Buradan cəmi bircə dənə krem aldım. Saç kremidir bu. Watsons'ın özünə məxsus olan bir sıvı saç kremidir. Çift fazlı sıvı saç kremi, parlaqlıq verən və bəsləyicidir. Bu şəkildə göstərim sizə. Bunu mən əslində Watsons'a girəndə mən ümumi məhsullara baxmaq istəyirəm ki, görüm nə ala bilərəm özümə uyğun və baxdım ki, əksər məhsullar, yəni mənim istifadə edəcəyim tipdə deyil. Mən məhsul seçimində də çox seçici olduğum üçün bu məhsulun da oxudum, tərkibi falan xoşuma gəldi. Həm də sırf Watsons'ın özünə məxsus bir marka, yəni məhsulu idi belə deyək. Özünün istehsal etdiyi, ona görə maraqlı gəldi, aldım. Təbii ki, istifadə etdikdən sonra hər bir haqqında fikirlərimi bölüşəcəm. Sonra mən sizə göstərim belə Kuru Kahveci Mehmet Əfəndinin bu tuş qəhvəsini. Yarım kilodur hardasa. Bunu 750 liraya aldım. Çox yaxşı qiymətə aldım deyə düşünürəm. Həm də ki, bu ümumiyyətlə Kuru Kahveci Mehmet Əfəndi bu markadan olan tuş qəhvələri çox yaxşı olur. Yəni rastıma da çıxmışkən təbii ki, Türkiyəyə getmişkən bunu da almasaq olmazdı. Daha sonra Bargello markasını bilmirəm tanıyırsınızmı? Bargello markasının müəyyən ətirlərin müadillərinə rast gəlmək olar. Orada kodla satılır. Mən Trendyoldan çox vaxtı vururdum. Yəni hansısa kodları bəyənirəmsə, o kodlara əsasən parfümlər sifariş edirdim və bizim qaldığımız əraziyə çox yaxın idi Bargello. Yəni o baxımdan elə yol üstü mən 2 dənə ətir əldə etdim oradan. Bunların nömrələri biri 163-dür, biri də 384-dür. 384 Victoria Bombshell'in müadilidir. 163 isə Gucci Bloom'un səhv eləmirəmsə müadili olmalıdır. Və ikisinə də 840 lira verdim, səhv etmirəmsə. Yəni çox münasibət düşdü. Təbii ki, ikili aldıqda daha ucuza düşürdü. Təkli alsam hardasa 500-600 lira falan idi. Ona görə də mən ikili paket şəklində aldım. Daha sonra sizə göstərəcəm. Türklərin özünə məxsus bir mağaza var. Çetinkaya deyə bir mağazadır. Çox böyük bir mağaza idi. Həqiqətən 5-6 mərtəbə idi, səhv etmirəmsə. 2 mərtəbəsi hətta xanımlar üçün ayrılmışdı. Çeşid hədsiz çox idi, amma oradan cəmi belə bir şal aldım. Bu rənglərdə. Bunu bilmirəm sizə necə ötürüm. Bunun rəngini mən bilmirəm sizə necə ötürüm. Həqiqətən belə pudramsı, pəmbə, açıq pəmbə rəngdə bir qəribə bir rəngi var. Amma material çox qəşəngdir. Həqiqətən ona görə də belə bir şal əldə etdim. Daha sonra sizə göstərmək istəyirəm kotondan əldə etdiklərimi. Koton mənim ən sevdiyim mağazalardan biridir və biz orada bizim yenə qaldığımız otelə yaxın böyük bir koton mağazası vardı. Orada hətta neçə mərtəbə idi, yəni mərtəbəsini xatırlamıram. O da yəqin ki 4-5 mərtəbə olardı. Onun da 2 mərtəbəsi sırf xanımlar üçün ayrılmışdı və həqiqətən çox gözəl geyimlər var idi. Təbii ki, qiymətləri baha olanlar da var idi, nisbətən ucuz olanlar da və mən oradan cəmi 2 dənə köynək əldə etdim. Onun birini indi göstərə bilməyəcəm, onu artıq geyindiyim üçün. Amma digər köynək bu köynəkdir. Bunu belə videodan sizə göstərim. Belə sadə bir tişörtdür. Bu da çox münasib qiymətə aldım əslində. 800 liradır. Sadəcə mən bir şey qeyd edim ki, Türklərdə mən bu şeyi çox sevdim həqiqətən. Baxın, məhsulun üzərində həm peşin qiyməti yazılır, həm də taksitli qiyməti yazılır. Yəni əgər taksitli aylara böldürərək almaq istəsən, aylıq, yəni daha doğrusu yekunda nə qədər məbləğ ödəyəcəyin qeyd olunub.
Peşin almaq istəsən də nə qədər olacağı o da qeyd olunub. Yəni misal üçün mən aylara böldürsəydim 879.99 lira ödəməli idim, amma peşin ödədiyim üçün 799.99-a gəlib düşür. Yəni elə bir fərq eləmir əslində. Bu şəkildə bu tişörtü göstərim. Daha sonra belə kotondan ümumiyyətlə mən corablar hədsiz çox alıram, çünki çox sevirəm. Həqiqətən çox keyfiyyətli olur corabları. Bu şəkildə dəst corablar əldə etdim. Sonra mən kotonda gəzərkən orada mağazaya girəndə ətir stendi var idi, kotonun özünə məxsus ətirlər və orada mən yaxınlaşdım, bir-iki ətri qoluma, biləyimə falan sıxdım. Daha sonra mağazanı gəzdim bir neçə saat falan. Baxıram ki, bir ətir qoxusu məni məst eləyib həqiqətən. Ona görə yenidən qayıtdım ki, bu hansı ətirdir falan və həmin ətir bu ətir idi. Kotona məxsus Noctivane Sweet Floral EDP sayılır. İstəyirəm bunu elə buradaca açım. Ətir bu şəkildə bir qablaşması var. Həqiqətən çox möhtəşəm bir qoxusu var. Mən bunu sizə bilmirəm necə ötürüm. Belə şirin bir qoxudur, amma çox yoran, baş ağrıdan bir qoxu deyil və qaldıqca açılır, sərin bir qoxu halına alır, belə deyim. Daha sonra belə bir ətir də aldım. Strawberry Boom. Bu EDP sayılır bu da və çiyələk tərkiblidir. Mən də çiyələk qoxularını sevirəm deyə bu qoxunu da aldım. Belə bir qablaşması var. Bu tamamilə çiyələk qoxusu gəlir, amma yenə deyirəm, çox baş ağrıdan, çox yorucu, ağır bir qoxu deyil. Çox qəşəng bir çiyələk qoxusu var həqiqətən. Bunu da çox bəyəndim. Daha sonra sizə göstərmək istəyirəm belə bir ətri. Bu ətri mən Duty Free-dən əldə etmişəm. Duty Free-lər yəqin ki bilirsiniz, hava limanlarında olan böyük mağazalardır və orada hər çeşiddə, hər tip məhsul tapa bilirsiniz, istənilən növ. Və mən oradan, yəni təbii ki hava limanında təyyarəni gözləyənə qədər 2-3 saat vaxt keçir və həmin 2-3 saat ərzində sıxılmamaq üçün Duty Free-lik səyahətə çıxmışdım, belə deyək. Və orada bir neçə ətirlər rastıma çıxdı. Aralarında ən xoşuma gələn Azzaro Pure Elle bu parfüm oldu və düşünürəm ki, çox münasib qiymətədir həqiqətən. Bunu da istəyirəm açım göstərim sizə burada. Belə bir qablaşması var. Bunun da qoxusu çox qəşəngdir. Bunu da çox bəyəndim həqiqətən. Bu da biraz sərin bir qoxudur və bədəndə inanın ki, qaldıqca daha gözəl bir parfüm, yəni ətri qoxusu alır. Son olaraq 2 dənə məhsul göstərəcəm sizə. Bunlar əslində mən İstanbulda təbii ki, müəyyən günlər, müəyyən əraziləri, muzeylər olsun, nə bilim, hansısa bir gəzilməli, görməli yerlər olsun, onları səyahət edirdim və belə olanda, yəni həmin yerlərdən mən nəsə bir şeylər xatirə kimi almağı, yadigar saxlamağı çox sevirəm. Bunlardan biri Büyükada səfərimiz zamanı Büyükadada yaxınlaşsam bir küçədə olan hansısa bir stend idi və oradan belə bir fincan aldım. Üzərində çox qəşəng işləmələri var. Baxın. Hətta bu hissəsində Büyükada da yazılıb. Daha sonra İstanbul Akvaryuma da səfərimiz olmuşdu. Orada çox möhtəşəm dəqiqətən. Mütləq İstanbula getsəz, məncə akvaryuma da mütləq bir baş çəkin. Hətta orada Amazon meşələri kimi bir yer düzəldilmişdi. O da çox əla idi. Daha sonra deməli İstanbul Akvaryumundan isə belə bir yadigar olması üçün belə bir suvenir aldım. Çox gözəldir. Burada İstanbul Akvaryum yazılıb, içərisində də pinqvinlər var. Çox əladır həqiqətən. Mən suvenir hədsiz çox sevən biri deyiləm əslində, amma sırf belə xatirə saxlamaq üçün və kiçik həcmdə belə olanları çox sevirəm və bu da təbii ki, kitab rəfimdə öz yerini tapdı artıq. Aldıqlarım bu qədər idi. Əslində əlavə olaraq şirniyyatlar da almışıq və yaxud ortaq istifadə edəcəyimiz ev üçün olan şampunlar, duş gelləri və s. belə şeylər də münasib qiymətə gratisdə var idi həqiqətən. Xeyli aldıq və çox münasib qiymətə düşdü. Yenə deyirəm, gratisdə çox qəşəng endirim kampaniyası var idi və biz o endirim kampaniyasına düşdüyümüz üçün çox şeyi ucuza ala bildik. Amma şirniyyatları indi burada təəssüf ki, göstərə bilmirəm. Həm də onu mən sizə necə göstərim, dadını da təbii ki, ötürə bilməyəcəm. Amma həqiqətən mən türklərin həqiqətən şirniyyatlarını çox sevirəm və ona görə də elə daha çox şirniyyat aldıq və ən çox pulumuz da demək olar ona çıxdı.
Amma şəxsi özüm üçün aldıqlarım bunlar idi. Düşünürəm ki, elə çox bir şey almamışam, amma yəni normal idi. Amma qiymətlər çox baha idi orada genel olaraq və biz turistik bir ərazidə qalmışdıq deyə Taksimdə qalmışıq da belə deyim. Bizim otel Taksimdə idi və əsas gəzdiyimiz territoriyalarda Taksim ərazisi idi. Ona görə də qiymətlər çox bahaya gəlib çıxırdı həqiqətən və o qədər aşırı baha qiymətə də çox şey ala bilmirdik. Yəni büdcə məsələsi var. Amma bu aldıqlarımı təbii ki, hər birini çox sevdim, çox bəyənərək, çox zövqümə oxşayaraq qəşəng bir şəkildə aldım. İnşallah hər birini də sevə-sevə istifadə edəcəm. Əgər videonu bəyəndinizsə, like etməyi, dəstək üçün kanalıma abunə olmağı, hətta öz dostlarınızla da paylaşsa çox şad olaram. Və öz fikirlərinizi də rəylərdə qeyd etməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.